Xəmiri yoğuracağım qaba su, süd, şəkər tozu və quru maya əlavə edib 5 dəqiqə gözlədirəm. Sonra üzərinə bitki yağı, duz və un əlavə edib xəmir yoğururam. Üzərinə örtüb 35-40 dəqiqə isti yerdə saxlayıram. Çəkilmiş soğan, biber və cöyərtinin üzərinə bitki yağı, ət, damaq dadına görə ədviyyatlar və acılı tomat pastası əlavə edib qarışdırıram. Maylanmış xəmirdən yumru toplar hazırlayıb, soba listinə yığıb üzərinə örtüb 20 dəqiqə maylandırıram. Əlimlə üstündən bastıraraq yayıb, ət yerləşdirib, öncədən isladılmış 200 dərəcədə bişirirəm. Sonda üzərinə soğanlı cöyərti əlavə edib limon sıxıram.